Hamınıza salam aleyküm dostlar. Nə tərs ümid edirəm yaxşısınız. Birinci sizlərlə birlikdə yeni Free Fire videosu çəkirəm. Bugünkü Free Fire videosu heç oyuna da geri döndüm videosu kimi bir şeydi. Mən elə bil ki dostlar bir dənə bununla çevirib deyirəm dəqiqə. Her biri eşyalan 99 elmas. İçindəki bir şeydən hamısı xiyar kimi şeydir və bunlar içində ən yaxşı kostyum olaraq heç bir kostyumu bəyənməm, amma bilirəm bu biraz old kostyum ola bilər görünüşündən. Baxın. Amma bilirəm araba. Mənə bu lazım. Yox, ad dəyişdirmə dostlar. Mənim adım biraz nə bilim də işte Ghost. Dəyişdirib öz adımı qoymaq istəyirəm. Bilmirəm. Bax bu yaxşıdır. Bu buzlar heç nə demirəm. Bu buz desənlər bir ifadelər yaxşıdır, amma geridə qalan oğlan paltar məncə pisdir və oyuna geri dönməyimin səbəbini də deyim. Döndük. Nəyə görə döndüm geri? Mən biz ki Brawl Stars videoları çəkib atırdım. Mən də Brawl Stars oynayırdım hər gün falan filan və mən dostlar Free Fire heç vaxt ağlımdan da çıxmırdı. Oyunları mən Free Fire yüklədim. Gördüm, bax oyuna belə şeylər gəldi, belə arxası biraz qəribə olub baxın. Günəşdir nədir bura? Nəysə olubdu. Mən nə dedim ki oyuna çox pis şeylər gəlib, amma heç şans otomatına baxmayıb, etkinliklərə baxmayıb sildim oyunu. Sonra mən hələ də içimdən Free Fire buraxmamam gəlirdi. Dedim ki filan. Axırda məhəllədə nə qədər uşaqlara madədir Free Fire oyunu falan filan. Həm də ki mən bu İsmail adlı yazım tanırsınız bunlarla. Bir dənə video çəkmişdim bir dənə. Yox bir dənə yox, bir iki dənə video çəkmişdim. Bu da mən oyunu buraxanda yenə özünü. Mən oyuna başlayanda özünü etdə qəhrəman eləmişdi də, heç bir qəhrəman. Mən oyunu baxın, oyunu mən buraxanda baxın aprelin deyim də neçəsi idi. 25 idi. 25 idi. Aprelin 25-i, aprel 30-undan 5. Bu gün də 15 gün oynayacağım. Mən rəqsiz 2 həftədir girmirəm. Yəni 2 həftəyə məndə dostlar oyunda o qədər də çox dəyişiklik olmayıb. Bizdən bu şey gəlibdi. Başqa bu espons normalda gəlir. Şans otomat və elmas şeylərin başımıraq. Onu bilirəm, bunu normalda özümdə bilirəm. Baxın, bazasında bunu satır. Mən bu kostyumu verirəm, o vaxtda gəlmişdi də. Bax, məsələn, bu kostyumu bunu görmüşəm. Bunları bilməyən var ki, bu evaları. Bu nədir? Yenə anime şey gətirib oyunu. Bunu bilmirəm. Bunu bilirəm, nə qədər YouTube'dan görmüşəm. Animeyə aiddir də bu eləmi? Bilirdim də. Neyse mən anime şeylər o qədər də çox dəhşət belə sevmirəm. Mesela mən də heç nə olmaz. Neyse dostlar sözümün üstündəydim. Deyirdim ki kam dedi oyuna geri dön. Mən də döndüm. Hələ bu İsmail də demişdi. Mən də döndüm. Nəyə görə geri döndüm oyuna? Çünki həm hesabım olsam yerindədir. Hesabım çalıntı falan yoxdur. Həmişəki hesabdır da. Özdəki mən o vaxt oyunu buraxanda sizə nə demişdim? Demişdim ki mən oyunu buraxıram. Ancaq geri dönəcəm deyə oyunu nəsə demişdim mən sizə. Demişdim ki bunu demişdim. Demişdim oyunu buraxıram amma nartı olmayın. Hesabımın Gmail'i durur. İstəsəm oyunu geri dönəm və geri döndüm. Nə olsa hesabımın Gmail'i dururdu. Hesabın kurtarması ilə Gmail'i durur. Öz hesabımın Gmail'i hesabımın kurtarması ilə Gmail'i. Yəni kurtarma bağladım Gmail. Həm hesabımın Gmail'də satsak yoxum tökülür. Yəni mən dostlar option bir dənə Gmail'im var. Bu Gmail'lə bütün hesablarım bağlıdır. FIFA hesabım bağlıdır. Başqa Brawl Stars hesabım bağlıdır. Roblox hesabım bağlıdır. Bir də Free Fire hesabım var idi.
Plus Eldarın Brawl Stars hesabı aldı. Eldarın hesabı kardeşimin de yani Roblox hesabı aldım. Eldarın FIFA hesabı bağlı. Yani bir tane Cemail, bir Cemail. Bu düz bu boyda 7 tane oyunların hesabını eldə yəni işlədir. Ona görə bu Cumali çox təhlükəsiz eləmişəm və dəhşət təhlükəsiz eləmişəm. Yəni heç kim çala bilməz. Çalana da Gmailləri kim çalsın onu format atacaqlar. Mən özüm eləmişəm o sistemi. Nəysə dostlar, bugünkü videomuzun hədəfi BR oynamaqdır. Mən oyun bax 10 gün BR 10 gün əvvəl təzələnib mayın 1-i. Yox 9 gün əvvəl mayın 1-i. Mən əgər 9 gün əvvəlcədən oynasaydım, ailə onu buraxmasaydım, nə mərdə girək ki, mən indi BR-də qəhrəman idim. Mən BR-ni etsə düzünlüyüm, etsə birliyə işdə biraz mən gec oluram. Amma BR-də nə qəhrəman rahat. Nəsə, getdik video. Oyun açılanı dostlar, açalım ekranı. Dostlar, gəldim, buna qədər də mən getdim. Ayaq yoluna falan su içib gəldim. Elə ona qədər oyun bəlkə 5 deməyim. Planı 40 saniyə falan açıldı. Açılanda orada gördüm ki, hər şeyim sıfırdı. Yəni ən çox təkməsi, ən çox kaklama, boyaq saçmalı filan və mən indi o start yazılma sözləri 5-6 günə fulləyəcək. Mən də Allah qıxıyaram dostlar. Free Fire buraxıram, sonra geri dönürəm, buraxıram, geri dönürəm, buraxıram, geri dönürəm. Bəli, deyə bilərsiniz, sən yaşayış bana alayım. Amma bu dəfə yəni, təmiz geri döndüm. Çünki bax, hesabımın Cumali çox dərs eləmişəm və mən o hesabıma heç olmamış, özüm buraxmışım. Mən ürəyimdə deyirəm, mən Free Fire buraxamaram. Oyun mənim üçün hər şeydir. Bu oyunda mənim nə qədər o vaxtdan anlarım olub. Nə vaxt nətərliyim də, yəni buraxamaram bu oyunu. Özü bu hesabım 54 səviyyəlik bir hesab və içindəki şeyləri özünüzdə görmüsünüz də. Mən bu hesabımın, bax düzün deyim, 54 səviyyə 85 kasadır da. O 85 kasanın bəli bax yarıdan çoxunu pulla almışam düzünü. Bax hamı yalan deyə bilər əziyyətlə falan filan və mən bax düzün deyirəm ki, bu Allah and olsun 85 kasanın yarısını pulla almışam. Sihirli şüb kostyumlar düz 6 dənədir. O 6 dənə sihirli şüb kostyumunda boyaq pasdan çıxıb, boyaq pasdan çıxması üçün boyaq pasdan aldım. Ona görə nə qədər yəni. Amma mən artıq oyuna pul vurmuram əvvəl kimi. Mən kaos etkinliyində, kaos vaxtında falan oyuna pul vurmurdum. Onları indi də vurmayacam. Düdüyə bax, düdük. Kim öldür sənə? Kim öldürsün? Ay. Sibilaxı burada günah mənim idi axı. Burada günah mənim idi. Buna profilli qaqa. Birinci adam. Şey var. Adam karakteri demirəm. Baxın bunun profili və sopa nədir? Amma 2 həftə buraxanda deyəsən o etkinliklər yerinə də qəribə şeylər cəb. Çünki o da sopa falan etkinliklər yerinə aiddir. Etkinliklər yerinə aiddir ki, oralarda daha çox gər. Mən dostlar bilirsiniz əvvəllər nətər idi. Mən belə elədim və indi çox rahatam, dəhşət belə çox rahatam da. Hər bir hesabımın özünə Gmail-ə bağlayırdım. Brawl Stars hesabımın özünə Gmail var idi, ona bağlıydı. Roblox hesabımın özünə Gmail var idi, ona bağlayırdım. Başqa FIFA hesabımın özünə Gmail vardı, ona bağlayırdım. Qardaşım da özünə gəlib əziyyətlə Gmail-lər qurub ona bağlayırdı hesablarını. Baxırdı, o da problemlə çəkirdi Gmail-dən başlamırdı və mən dedim ki,
Bax, bir gedim razılaşdı ona. Dedim 1-2 mayla bütün hesablarımızı bağlayaq. Elə bil ki, bir dənə Gmailimiz var hal-hazırda. Bu Gmailimizə bütün hesablar bağlıdır. Həm ikimizin browser hesabı, həm ikimizin Free Fire hesabı ikimizin fərqlidir. Mənim Free Fire hesabım başqa, indi Gmail'də onunki başqadır. Roblox hesabımızın Gmail'ləri eynidir. Free Fire hesabımızın da Gmail'ləri eyni. Yəni yəni başa düşürsünüz, mənim Free Fire hesabımın, onun Roblox, mənim Brawl Stars, onun Brawl Stars və ikimizin Free Fire hesabımızın Gmail eynidir. Düz, yəni o öz plus bu nədir la? At, bunu bilirəm mən. Qorxdum, o qədər də gerizekalı deyilik. Mən oyuna bıraxanda bu at falan var idi, bilirdim. Oyunun içinə birazcık poxu qoydular. Bir gedin, yazın YouTube'a kaos etkinliği, yeni gələn, yəni kaos etkinliği, nə bilim, elə şeylər falan, Free Fire yazın, kaos ait videolara baxın. Bir də indiki verəcən şeylərə baxın. Oyun o vaxtdan bu yana dəhşət çox dəyişilib. Və biz kaosdan 2 il keçib. O boyda böyük 2 il. Adam heç təsəvvür edəmir. 2024'ün yanvarından düz 2 il keçib. Yəni özüm də yəni məhdəl qalıb, şoka düşürəm videomda fikirləşəndə. Neyse. Bax, buraca görməlisən. Bu oyunu yaxşı bitirməliyik ki, ilk beri oyunumuzda yaxşı gələk oyuna. Mən oyuna gələndən ancaq heç bir də şey oynamışam, yalnız qurd. Atam bayaq səsi adamın maskini xarab edir. Arxalamayın da. Bu neydi? Bir adam 37 çoğalma yaxşıdır. Gəlin bəlkə deyirəm dostlar, bir oyunda oynayaq. Özümüzü bir elmas 1 elmas 1 eləməyə çalışaq. Mən videonu dayandırıb oyun içində gəlirəm. Dostlar, qabağıma belə bir təklif gəldi. Baxın, 23 saat üçün belə bir təklif gəldi. Bax, belə bir mən də belə sizə deyirəm. Əgər bax, bu bir günlükdür da, sabaha qədər, yəni bu gün ərzində cavab verin. Bu gün əgər mənə cavab versə, bunu əgər alın desəz, alacam bunu. Mən alacam deyəsən 3 manata, 3 manata. Bu alqış ifadəsi. Alqış o qədər də xoşuma gəlmir, amma yaxşıdır. Bu ifadə, bu çox zor ifadə. Yəni bu demək istəyir, nə bilim sən botumsan zəllə. Bu ifadə, bilmirəm, bu ifadə çox oldu ifadədir. Və şans otomatın əvvəllər var idi və bu ifadə mənim old hesabımda var idi. Old hesabımda deyəsən göstərmişəm və yenə də görməyənlər üçün göstərim. Bu Uzbekin təbi yenə buradakı. Bu klan lideri, baxın bu hesabım. Bir desəm, 50 səviyyə belə idi. Belə də 17. Bu hesabımda ifadə var idi və plus 7, yox 100 elmas. Elmas o qədər də bir pox yaramayacaq. Ama ya da siz əgər istəyirsinizsə dostlar, mənə yazın. Alın şeyi, onu. Daha mən çox oyunculu oynayıram qaqa. Çox oyunculu oynayıram mən. Rekabetçi. Motor. Kolay yox, zor. Bizə zor lazımdır. Öpürəm qarana. Bilin dostlar, sabahçı videoda üretim yarı oynayaq. Mən yəni məktəblərdə özü yox. Baba, kozu kafayla da getməyib qaqa. Bu nədir? Hə, bunu bildim. Bu ilkinin atın rəngini verir, eləmə at rəngi verir. Amma bu avqu nə olur olsun almalıyam. Mənim avq dəsənim pox kimidir da. Buna bax. Yəni 11 gün, 11 gün bunu rahat eləyərəm. Elə bu gün bunları polnu eləyəcəyik. Yəni qısaca mən bunları eləmək üçün oyunu bir gün 1 saat, hər gün 1 saat oynayıb eləyərəm. Hər gün özə 1 saat oynayıb mən elə bunun bir şeyini tamamlayacağım. Məsələn, bu gün mən
şəxsən bu atı alacam. Atı alacam. Sabah tez bu üç şey alacağıq. Birisini də bunu. Və sonra bunu da dostlar. May ayı gəldi artıq yəqin bilirsiniz. May ayı təbii ki, mayın 10-udur hətta. 20 gündən. Yəni bizdə məktəb dostlar mayın yəni nətər deyim, onlayn məktəbdən oyun içində danışarıq, yoxsa uzun olacaq. Bəli dostlar, döndüm, geribdən səsini aldım, geri qayıtdım, şükür oyun açıldı. Deyirəm ki, mayın 10-udur və bizdə dostlar məktəb mayın 25-i bitəcək. Müəllimə dedi, yəni 25-i kitabları yığıb 26, yox 24-ü də BSK-yə yazıb gəlmir. Bu il məktəb bizə tez bitəcək. Və bir-iki həftəyə, yəni can həftənin can həftənin birinci günündən, yəni mayın 18-i bizdə düz mayın 18-dən 20-sinə də dərslər onlayn keçiriləcək. Amma Bakıda bütün məktəblərdə elədir, mən bilən. Yəni bizim məktəbdə belədir, başqa qohumlarımın məktəbində də belədir, Bakıda yaşayırlar deyə. Bilməm, sizə də belə deyirsə. Amma mən heç bir onlayna qoşulmayacağım və elə də deyirik, kimliyə qoşulan dərs var bizim sinifdə sən Allah. Neyse. Mən öyle dostlar birazlıq ala bilərəm. Free Fire'da qayıtmam bitirdəndən beri bir dostum var. Bax, o uşaqla mən o kaos etkinliyindən də bir oynamışam. Adı Yusifdir. Yəni, yaxşı balacadır biraz mühacirət. Mən 19 yaşı var, mənim də 13-14 yaşım, 19 yaşım var. Bax, biz biz kaos etkinliyi oynayanda mənim 12, onun da 7 yaşı vardı da. Amma mən ümumi onun düz 2 yaş, 1 yaş olanın oynayıram. 1 yaş oynayanda belə adam kimi oynamırdım. Belə uşaq kimi oynadırdım falan filan. Sonra 2 yaşın, 1 yaşından elə danışmağa başladım. Mən sonra onun kimi adam kimi belə normal oynamağa, onun 5 yaşından oynamağa başladım. 5 yaşlı uşaqla o vaxt dostuydum və nə qədər uşaqdan da bəlkə 5 yaşında ağıllı idi. Sonra 6 yaşında gəndə təmiz belə dost kimi oynayırdıq heç. O 6 yaşında mən də o vaxt 6 yaş oldu, mən 11 yaşım var idi. Minecraft oynayırdıq. Yəni Free Fire o vaxt oynamırdım. Yəni oynayırdım. Mən sizə demişəm 2017-də başlamışam ama arada bırakmışım. Sonra Free Fire dedim başlayaq, onu öyrətdim falan filan. Kaos etkinliğini birlikdə oynadıq. Kaosdan sonra Paradox gəldi. Paradox etkinliyini bir oynadıq. Nə bilim də, nə desəz bütün nə qədər çox modda birlikdə oynadım da mən uşaqla. Ona görə uşaq yəni bizə görə yaxın dostumdur da, ona görə çox istəyirəm mən onu. Və o demək istəyirdim, yəni mən sözümü bitirmədim. Nə deyirəm, çox istəyirəm onu. Belə də bu özəllik, pedo özəllik durur oyunda. Oy. Nə var da yaxşı ölməyək. Ölməsəm olur çox zor olar axı. Yəni bu yerdə düz 1 vs 3 atmış olaram. Yaşayək. Oranı təmizlədik. Neyse deyirdim ki o Yusuf dostumu da Free Fire bırakızdırdım mən. Mən lox kimi 25 iliyimdə bırakmışım. Onu dedim sən də bırak. Dedi lazım deyil. Birdən sən geri dönəndə oynayarıq təzdən. Dedim çox bir də geri dönməyəcəm, bıraxdıq. Gedim bayaq səhər tezdən başlamışam ki, ay Free Fire ilə mən də geri döndüm, YouTube'a video atıram falan filan.
Mesela ma heç vaxt söyüş görməmişəm də. Bir də dəfə bilim ma eşitməmişəm söyüş müəllim iclah desin. Dur ol buradan desin. Heç baxma ağır söyüşdən söydüyünü görməmişəm. Qoy bilə 20 dəqiqə nədir? Video 20 dəqiqə oldu. Nəysə. Ona dostlar, Brawl videolarımız da tuturdu da. Yəni çox sağ olun. Yəni yaxşı tuturdu atdığım videolar. Amma onu bilirəm ki, bu video çox tutacaq. Nə bax çünki mən comeback videosu alsam tutur. Əsasında comeback-in səhərsi gün videosu. Mən bu kanalda Free Fire 3 dəfə buraxdım. Üçündə geri döndüm. Və özümə söz verirəm. 4-cü narahat olmayın. Comeback falan filan olan deyil. Bilməm lazım idi bu. Mən məsələn Free Fire buraxa bir-iki gün əvvəlcədən də elə gedib TikTok'um var axı. Yəni bilməm Haniko FF zadı tanıyarsınız. Azərbaycan Free Fire youtuberları. Free Fire buraxmışam 2 gün əvvəl. Brawl Stars oynayıram amma hələ də Free Fire gəlib onun canlısına baxırdım. Canlı həm axşamlar canlıdır görürəm onu. Nə bilim Emil FF hamısını canlıda görürəm. Nəysə sonra mən də öz-özümə sonra dedim ki, mən loxam, Free Fire buraxmışam, o ki Free Fire şeylərə baxıram. Haniko takipdən çıxdım ki, takip edim onu, qoy qabağına videolar gəlməsin və sonra bayaqlarım dəzdən takip atdım. Baba silahımız gəldi da bizim. Böyle Yusivat dedim dostum, ən sevdiği silah Groza. Mənim ən sevdiğim silah təbii ki, budur UMP. Nə də mən ikimizin də sevdiği silah, mən ən sevdiyim oradakı silahlardan biri deyə. Ən sevdiyim tarım uzaqdan vuruş silah elə mənim də Groza deyil, AK-dir, AK. Yox, Grozadır, məndə də Grozadır. Grozadır, ikinci AK. Mən də yəni qısa başa düşürüz, ən sevdiyim silahlardan biri var. Ən sevdiyim silahlardan biri. İkisi var. Və dostlar, səhər yəqin sizdə də fikirləşən məktəb yoxdur. Birinci günə işimdə yoxdur. Çünki faşizmimizə qələbə gündür. Yəni 9 maydı əslində dünən, amma dünən yerinə sabah əvəzlənəcək. 3 səviyyə santam var daha. Aycı bir baba düşdüm. 2 dənə də bundan alım. Pompalı çaldıq. Ya da Yusuf deyir amma Groza buna Groz X deyir. Groz X'in əvvəl X Max deyir. 2 Max. Bu pompalı içədə altılı pompalı deyirik biz buna. Altılı pompalı Max deyirik. Max. Altılı pompalı Max. Və dostlar, bu Groza bu X-lərlə Y birisi də Y-dır. Arasındakı mən bilən fərq o ki, Y-də həm qırmızı olur, baxın, qırmızı olur, həm də ki, mən bilən hasar full verir də, ən yaxşı hasar verir. Amma X daha yaxşıdır ki, X-dən hasar full verir, plus ən yaxşı o ki, mərmi sınırsızdır da. Mən bilən elədir də. Səhər vaxtı video çəkəndə Free Fire hayatıma əvvəl gündə düşürdüm. Mən kaos ən çox səhərlər daha maraqlı gəldi və damdan vuruyor, oğreşə bax, oğreşə. Ala, getdim bloka qaydı bil canım. Can yox, şeyim azdı da belə kaskım, koskop oluyor. Yedəyim azdı, yeləkdir, nədir, yelək. Tamir kiti lazımdır bizə. O yüzden bomba kim gedir? Ya boyak qazansaq çox sevinirəm, axı video düşər. Analar qaka boyak qazanaq. M249X da var. Hələ bunu alıram, bunu alacam. Bunun çünki eşək kimi tarayır. Hələlik alıram, hələlik. Videolu deyə alıram. Normalde mən çox vaxt Grozanı götürürəm.
polnu çatlayır. 6 nəfər qaldı. Mənə də çıxsaq 5 nəfər qalıbdı. Özümüzü saymırıq. Mənim alım AUK dəsənində qaldı. Onu çox bəyəndim və onu alacağam etkinliklərdəki. Hər gün yəni oyuna 1 saat girib oynasam, orada gördüyünüz bu bir bütöv şeyi eləyəcəm. Məsələn, bu gün atı alacağam. Sabah o üçlü şeyi alacağım. Bir gün o üçlü. Bax, buradan çiftə keçdi hər bir dənə. Silah otomat şeyini alacağım və mənə də silah otomatı yeni canısı qısa dəsən almamışım. Bəli, yalan demirəm, hələ də almamışım onu. Və onu çalışacağım ki, alaq. Yəni, 41 deyəsən spin lazımdır. Mən elə silah dəsən gəldiyi vaxtlar elə oyunu bıraxdım da. Oy bülü. Qaqı yaxşıyım da. Elə olmuraq, arvad olmaq. Yəni, kişilik ah deyil. Cümlələ soxum, bu nə cümlə idi? Haydi öldüm. 101 milyon faiz öldüm. Ay zibil. Qaqı təhləməyin də. Beynim sönürücü. Sən öldürəməsən. Böyle qulağım qaşındı. Allah ki qulağımı qaşıdım. Qəflətən qulağıma qaşındı, girdə əsəbləşdim. Hələ mən Platin 5 olanmadımsa oysa yazıqlar olsun da. Ama düzənəyim sonuncu olsaydım %1 milyar faiz olmuştum. Nədir? O bu oyunu var. Böyle bir şey getirip oyuna. Və bunun rəngi qəribədir, bunun da rəngi ayrıdır. Bana dostlar, bunu 2'yə qaldırdım. Bu ikisi nə deməli bu gün eləyib. Bu deyəsən, bu o nə deməkdir? Bu o etsi də eləm, hə, et demək istəyir, yəqin bir dənə oynayayım, hə, bir dənə. Yəni 60 dəqiqə Free Fire oynayıb, bir dənə də heç oyna. Rahat, bu gün yəni net bu qaqanız bu atı alacaq. Sabahlan bunu net alacağım, bir sürü də bunu 30 dəqiqə olur video. Yavaş-yavaş sonuna gələk. Dəqiqə. Mən bunu nətər alım indi 30 dəqiqə. Sabah mən bir sürü də bunu alacağım. Bunu almamışım hələ. Evet dostlar, bugünkü videomuz bura qədər oldu. Sonraki videoda görüşərik və bugün axşam canlı açacağım. Sağ olun, özünüzə yaxşı baxın.